Hamıya salam. 50 məsləhətin ikinci hissəsinə xoş gəldiniz. Davam edək. Son zamanlar məni ən çox əsəbləşdirən bir düşüncə var. Əgər kiminsə problemi sənin probleminin daha çətindirsə, sən öz probleminə görə kədərlənə bilməzsən. Niyə? Belə çıxır ki, əgər kiminsə xoşbəxtliyi daha yaxşıdırsa, onda biz sevinməməliyik, çünki onunla müqayisədə mənasızdır. Bu bir axmaqlıdır. Nəyi hiss edirsinizsə, onu hiss edin. Mağaza mövzusuna qayıdaq. Bəzi insanlar eyni malın kiçiyini almaqla daha az pul xərclədiklərini düşünürlər. Amma onun böyüyünü almaq həm pul, həm vaxt cəhətdən daha sərfəlidir. İzah edim niyə? Təsəvvür edin, 2 nəfər benzin vururlar öz maşınlarına. Biri 50 litr vurur, digəri isə 10 litr. 10 litr benzin vuran adam yanacaq doldurma məntəqəsinə 4 dəfə gələcək ki, hər dəfə 10 litr vursun. Və hər dəfə yola benzin sərf edəcək. Ona görə də pula qənaət etmək istəyirsinizsə, biraz diqqətli olun. Belə bir şey çıxır ortaya. Həmişə pul xərclərini və vaxt sərfiyyatını diqqət yetirin. Əgər vaxtınız varsa, daha çox vaxt sərf edin və ucuz amma keyfiyyətli bir mal seçin. Əgər vaxtınız yoxdursa, çox pul xərcləyin, seçimdən azad edin özünüzü. Bəzən gəzintiyə getmək, həyatınıza müxtəlif yeniliklər gətirmək kimi maraqlı hisslər yaşada bilər. Mağazaya gedərkən həftədə və ya ayda bir dəfə heç vaxt almadığınız bir malı alın və dadına baxın. Tək yemək yemək normaldır. Tək idman etmək normaldır. Hər hansı bir işi görmək, onu heç etməməkdən daha yaxşıdır. Buradan da əks məsləhət çıxır. Hər hansı bir işi kimsə edir deyə etmək çox düşüncəsiz hərəkətdir. Kimsə siqaret çəkir deyə çəkmək, araq içir deyə içmək sizin özünüzə ziyan vurur. Sadəcə düşünün, o insanlar sizin həyatınızdan gedəcəklər. Sizə qalan fəaliyyətdən düşmüş ağ və qara ciyər olacaq. Bunu hər mövzuya aid edin və düşüncəli olun. Təəssüflər olsun ki, biz oyunun içində yaşamırıq, seyv edə bilmirik. Ona görə də özünüzü və yaxınlarınızı qoruyun. Son zamanlar çoxlu avtoqaza videoları çıxır qabağıma. Sürənə də aiddir, piyadalara da. Xahiş edirəm, biraz ehtiyatlı olaq. Allah sizi qorusun. Əgər kimsə sizə nəyinsə kritik olduğunu deyirsə, inanmayın. Ən çox da uşaqlara imtahana hazırlaşan valideynlərə aiddir. İmtahana girməsəm belə olacaq və sair sözlər sadəcə manipulyasiyadır. Sizin imtahandan kəsilməyiniz həyatınızın bitməyi mənasına gəlmir. Necə ki, uğur qazanmaq sonsuzdur, uğursuzluq da sonlu deyildir. Hər bir cəhdi təcrübə kimi qəbul edin. Nə olursa olsun, müqayisə edildikdə dəyərini itirir. Siz kiminsə sizdən daha yaxşı yaşadığını düşünürsünüz. İnandırım sizi, o da özünü elə hiss edir. Bu biokimiyadır. Müqayisə etməyin və siz daha xoşbəxt olacaqsınız. Biri ilə görüş təyin etdikdə, əgər düşünürsünüz ki, 10 dəqiqə gecikəcəksiniz, onda zəng edin ona və ya yazın ki, 15 dəqiqə gecikəcəksiniz. Bu halda o bir mənfi və bir müsbət hiss alacaq. Əks təqdirdə 2 mənfi olacaq, həm gecikdiyinizə görə, həm də dediyiniz gecikmə vaxtına da gecikdiyinizə görə. Öz problemlərinizi müəyyən etmək üçün uca səslə deyin. Mənim həyatımda hər şey qaydasındadır. Və ardından ağlınızda yaranan etirazlara diqqət edin. Səhər oyanmaq üçün kofe içənlərin nəzərinə. Kofe özü-özlüyündə sizə enerji vermir, şəkər və enerji içkiləri də. Onlar sizin içinizdə olan ehtiyat enerjini əlçatan vəziyyətə gətirir və onu tez bir zamanda bitirir. Ona görə də günortadan sonra özünü yorğun və halsız hiss edirsən. Bunun yerinə içdiyin enerji mənbəyini kiçik dozalarda gün ərzində bölüşdürmək daha məqsədə uyğun olar. İnsanlar üçün öz məqsədlərindən, həyatı dəyərlərindən, planlarından və bizneslərindən danışmaq heç də çətin deyil. Qısacası, hamı osturuğa basa bilər. Amma onun hərəkətləri ilə dedikləri üst-üstə gəlmirsə, diqqətli olmaq lazımdır. Eyni şey mənə də aiddir. Əgər bir şeyi səninlə edirlərsə, sənə qarşı da edəcəklər. Bir də sinonim deyim, əlinə qılınc götürən, qılıncdan da öləcək. Qısa məsləhət, 21-ci əsrin bütün diqqət yayındırıcı səbəblərinin içində bizlərə mütləq olan bir vəzifə var. Yuxumuzu almaq, yatmaq. Bunu yenidən öyrənmək lazımdır. Mən heç nə bişirə bilmirəm. Yox, bu mənlik deyil. Mən bunu bacarmıram. Kimi cümlələr heç də fəxr olunması bir şey deyil.
Əslində bu səni xeyirsiz, faydasız və darıxdırıcı edir. Ən azından bir yumurtanı bişirə bilmək, kəlbətin və bəzi alatları tanımaq, xırda və sadə işləri evdə görmək sizin xərcinizi də azaldacaq və faydalı edəcək. Hər gün yeni bir şey öyrən, çünki beyin də inkişaf etməlidir. 5 saniyəyə cavab verməyə çalışın. Hobbiniz nədir? Cavab verə bildinizmi? Yox? Onda sizin probleminiz var. Müasir dövrdə iş bütün gününü almadığı üçün insanın bir və ya bir neçə hobbisinin olması çox faydalıdır. İndi deyəcəm niyə. Kreativlik sizin beyninizin və düşüncə tərzinin inkişafına xeyirdir. Bu da sizin adi həyata və işinizə müsbət təsir edəcək. Özgüvən çox aşkar bir səbəbdir. Əgər bir şeyi çoxundan yaxşı bacarırsansa, boynu val, əla hissdir. Stres səviyyəsinin düşməsi. Gündəlik iş və istirahət ritmindən fərqli bir işlə məşğul olmaq sizin stres səviyyəsinin aşağı düşməsinə səbəb olur. Sosiallaşmaq, hobbi ilə məşğul olmaq, yeni insanlarla tanış olmağa səbəb ola bilər. Həzz almaq, yeni bir bacarığın öyrənilməsi. Gəlin qəbul edək, mən bunu bacarıram deyə bilmək özü-özlüyündə gözəl hissdir. Hər hansı bir filmi, kitabı, oyunu və s. bəyənirsinizsə, onu nəyə görə bəyəndiyinizi başa salmağa çalışın. Nəyə görə olduğunu bilsəz, başqa insanlara da başa salmaq sizə rahat olar və siz gözəl həmsöhbət ola bilərsiniz. Sual verməyi öyrənin. Nə? İnsanlar sual verərkən çox vaxt qapalı sual verirlər. Həmin suallara hə və ya yox deməklə cavab vermək mümkündür. Bu da söhbətin yaranmasına səbəb olmur. İnsanlara açıq suallar verməyi öyrənin. Bu sizin aranızda səmimi və düzgün münasibətlərin yaranmasına səbəb olar. Belə suallar hörmət və diqqət hissi oyadır insanda. Platon deyərdi, bütün suallara cavab tapmaq olar, əgər sual düzgün verilibsə. Kiminsə xoşuna gəlmək üçün özünüzü dəyişməyin. Sizin bərkdən gülməyiniz və digər özəl xüsusiyyətlərinizə görə insan sizi siz kimi gördüyü üçün daha da səmimi münasibət yaranacaq. Əks təqdirdə təbriklər. Siz vaxtınıza qənaət elədiniz və həyatınıza lazım olmayan insandan qurutuldunuz. İnsanlar yalan danışırlar. İstisnasız olaraq hamı yalan danışır. Mənə çatmır, insanlar nəyə görə bu qədər əziyyət çəkirlər? Çünki yalan danışmaq çətin məsələdir və mənasızdır. Üstü açılacaq da onsuz da. Gələn dəfə yalan uyduranda düşünün ki, danışdığınız hər kəs 100 il yaşayacaq və yaddaşları kompüter kimi hər şeyi xatırlayacaq. İndi çoxunun xoşuna gəlməyəcək. Əgər kiminsə dərdindən ölürsünüzsə, düşünürsünüz ki, onun kimi insan yoxdur dünyada və onsuz yaşaya bilməzsiniz. Sizə şad xəbəri verməyə tələsirəm. Bu müvəqqəti xəstəlikdir və əminliklə deyə bilərəm ki, siz o insanı yaxşı tanımırsınız. Biraz diqqətli olsanız görərsiniz ki, ətrafınızda nə qədər inanılmaz insanlar var, hansılar ki, olmasa siz yaşaya bilməzsiniz. Hamımız pulsuz şeyləri sevirik, amma əgər dostumuzun bərbərxanası və sair bir biznesi varsa, ən düzgün hərəkət ona tam pulu ödəməklə dəstək olmaq olacaq. Utanmaq ən çətin hisslərdən biridir. Kimisə utandırmağa çalışanda bunu unutmayın, sizin başınıza gəlsəydi necə olardı? Bəzi insanlar görünmədən əziyyət çəkirlər içində utanc hissi olduğuna görə. Bir-birinizi başa düşün və bir-birinizə qarşı diqqətli olun. Bu vacibdir. Ağlamaq, əsəbləşdirmək, qışqırmaq normaldır. Amma başqalarının xətrinə dəyməməyə çalışaq. Son, amma önəmi heç də az olmayan məsləhət. Əgər video xoşunuza gəldisə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Kanalda bu cür faydalı videolar paylaşmağa çalışacağım. Bundan əlavə əyləncə xarakterli film tanıtım videoları çəkəcəm. Necə deyərlər, həm faydalı, həm də əyləncəli. Sağ olun, salamat qalın. Dün 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 dün.